Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bugün sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Abdullah Şaiqin Ana-bacı əsərinin ikinci hissəsini oxuyub sizinlə təhlil edirik və ətrafındakı sualları cavablandırırıq. İlk öncə amma sizdən xahiş edəcəm ki, kanalımıza abunə olmağı, paylaşmağı və like etməyi yaddan çıxartmayın. Abunə olmadan baxanlar, sizi kanalımıza dəvət edirəm. Abunə olun kanalımıza, çünki dərslərimiz daimi şəkildə gəlir, mütəmadi olaraq bütün suallarınız cavablandırılır. Odur ki, kanalımıza üzv olmağı sizdən xahiş edirəm. Başlayalım. Ana-bacı əsərinin ikinci hissəsini oxuyuruq. Birinci hissəni oxumuşuq, təhlil etmişik. Kanalımızda var. Səhifəni yazırsınız. 9-cu sinif ədəbiyyat dərsliyi Abdullah Şaiqin Ana-bacı əsəri və birinci hissəni oradan yenə baxa bilərsiniz. İkinci hissəyə keçirik. Deməli, birinci hissədə nə baş verirdi? Bir gün, gəlin qısa bir xatırlatma verəyim. Bir gün deməli, məşğələdən deyir, geri dönürdüm. Kimdir bunu danışan? Təbii ki, müəllifin özüdür. Məşğələdən geri dönürdüm deyir və bir də gördüm ki, bir yaşlı qadın dayanıbdı və soyuğun altında və bu yaşlı qadının deyir 60'a yaxın bir 60 arası deyir bir yaşı olardı. 60 yaşında bir qadın olardı deyir. Baxırsan deyir səfillik yüzündən yağırdı. Səfil nədir? Yəni onun kasıb həyatı deyir onun üzündən yağırdı. Bir kağız verir, oğlum bunu oxu deyir. O da baxdım deyir kağıza və dedim ki, atabala kimdir? Dedi mənim oğlumdur və burada başqa bir xüsus yazılmayıb deyir dedim. Başqa bir heç nə yazılmayıb. Atabala haqqı bir dənə atabalanın adı yazılıbdı. Arvad deyir ki, Allahu Ekber deyir. Bir həftədir mən bu kağızı heç kəsə oxutdura bilmirəm. Və oğlan neyniyir? Qadını öz evinə aparır deyir. Gedək deyir bizə nənəcan deyir. Aparır evinə və oğlan qadını götürür evinə aparır. Və qadın deyir mənim anamla tanış oldu. Biraz dərdləşdilər. Biraz bir-birlərindən danışdılar. Sonra deyir başladım deyir soruşmağa ki, nənə bu ərzəni oraya nə üçün verirsən? Kimə göndərməliyəm? Və deyir dedi ki, oğlum vağzalda işləyir. Ora kağız verəcəklər. Sən naçalnikə yaz. Hansı naçalnikə? Oğlum deyir orasını mən bilmirəm. Sən bilərsən. Və bu da deyir ki, naçalniklər çoxdur. Amma kimə çatmalıdır bu? Nə haqda yazılmalıdır? Nənə bunların heç birini bilmədiyi üçün oğlan deyir ki, sən get bunları oğlundan öyrən, sabah gələrsən yazarıq. O da nə deyir? Deyir, yaxşı, zəhmət verdim, sağ ol. Yəni gedib oğlumdan öyrənib səhər gələrəm. Biz bura qədər oxumuşuq, düzdür? İndi keçirik ikinci hissəyə görə. İkinci hissədə nələr baş verir? Deməli, o birisi gün evə gəldiyim zaman nənə oturub məni gözləyirdi. Görüşdük, danışdıq, ruhumun ən incə tellərinə toxundum. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyərək əvvəlləri çox dalğın, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyindən, sevgi və sevinç dolu bahar günlərindən danışmağa başladı. Bir qədər gülüşdük, əyləndik, hətta adını belə öyrəndik. Adı Ana-bacı idi. Nəhayət ortalığa yenə ərizə məsələsi gəldi. Deməli, qadının adını hardan öyrənir? Birinci hissədə qadının adını müəllif bilmir. İkinci hissədə deyir, hətta öyrəndik. Ana-bacı olduğu, adının ana-bacı olduğunu ikinci hissədə bilir. Deməli, müəllif, danışan əsəri bizə danışan müəllifin oğlu olur. Müəllifin oğlu olur. Abdullah Şaiqin oğlu olmalıdır. Deməli, danışır, deyir ki, bu əsərdə birinci hissədə oğlunun adını öyrənir, atabala olduğunu. İkinci hissədə isə ana-bacının adını öyrənir. Bunu yaddan çıxartmayın. Yəni birinci hissədə bilmir ana-bacının adını. İkinci dəfə deyir, harda rastlaşır? Birinci dəfə ana-bacı ilə küçədə rastlaşır. İkinci dəfə isə deyir, evə gəldim, oğlan öz evlərinə gəlir. Deyir, gəldim, gördüm ki, artıq nənə bizdə oturub gözləyir. Və deyir, biraz xatirələrdən danışdıq, gülüşdük, yəni söhbətləşirlər. Ondan sonra ərizə məsələsinə gəlirlər. Nənə dediklərimi oğlundan öyrənə bildimmi? O qəti bir səslə dedim. Öyrəndim oğlum. Sən yaz ki, naçalnik oğluma bir kağız versin. Ne kağız versin? Kağız versin ki, o yoxsuldur. 6 baş adam saxlayır. Özü də qızdırma içində yanır. Nənə, o kağızı naçalnik vermir. Yox, sən yaz ki, naçalnik versin. Hansı naçalnik? Nə bilim, sən elə naçalnik yaz.
Qollarım ümidsiz bir halda yanıma düşdü. Bir anama baxdım, bir də dönərək ana bacını gözücü süzdüm. O da heyrətlə mənə baxırdı. Anam dedi, oğlum qalx, ana bacı ilə bərabər get, oğlu əhvalatı sənə desin. Ana bacının üzü gül kimi açıldı. Ay atana rəhmət, elə yaxşıdır. Deməli, ay atana rəhmət deyir, belə yaxşıdır. Qalxdım, bərabər getdik, yolda soruşdum. Nənə eviniz haradadır? Deməli, nənə yenə də məlumatları tam öyrənmişəmsə deyibsə də, məlumatları düzgün öyrənib gələ bilmir. Biz başlayırıq burada ikinci hissədə. Ruhun ən incə tellərinə toxundum. Cümləsində ifadə edilmiş fikri necə başa düşürsünüz? Necə başa düşürsünüz deyə bir sual verir bizə. Bu şəkildə bir sual yönləndirir. Ruhun ən incə tellərinə toxundum. Baxın, bizdən bu sualı soruşur. Ruhun ən incə tellərinə toxundum. Bu sualı necə başa düşürsünüz deyir. Bu ifadəni necə başa düşürsünüz? Baxın, bu ifadə insanın ən dərin hisslərinə, qəlbinin, ruhunun həssas nöqtəsinə toxunmaq deməkdir də. İnsanın ruhuna toxunursan, insanın qəlbinin həssas nöqtələrinə toxunursan, onu duyğulandırırsan, yəni onu keçmişinə qaytarırsan. Əsas məna budur. Yəni ki, bu ifadə insanın ən dərin hisslərinə, qəlbinin, ruhunun həssas nöqtəsinə toxunmaq, onu duyğulandırmaq mənasını verir. Yəni ki, ana bacının keçmiş xatirələrinə, onun qəlbinə toxundu. Onun ruhuna toxundu. Qəlbindəkiləri oyatdı, yatmış duyğularını oyatdı bu şəkildə. Bu mənanı verir. Bu şəkildə bu fikri belə başa düşürük. Bu şəkildə açıqlaya bilirik. Bəzi izləyicilərim var ki, altdan yazırlar ki, ay müəllimə, sualların cavablarını anlamadım. Onları olar ki, qısa şəkildə vərəqdə yazıb göstərəsiniz. Mən də buradan sizə bir daha səslənirəm. Əziz izləyicilərim, mən bu sualları sizə cavab şəklində ötürmürəm. Mən bu sualların izahını sizə verirəm. Mənim izahlarımın içərisindən o sualı özünüz çıxardıb yazın. İndi mən bunu sizə bir cümlə ilə izah edeyim ki, siz ora bunu yazın. Mən onu sizə izah eləmirəm. O cavabı sizə vermirəm. Mən sadəcə sizə izah edirəm ki, ruhun ən incə tellərinə toxundum ifadəsi nə deməkdir? Onu başa salıram ki, sizə. Yəni, insanın ən dərin hisslərinə, duyğularına, qəlbində yatmış o duyğuları oyadırsan, onun ruhuna toxunursan, yəni ana bacının keçmişini, onun qəlbində yatan o ağrını, acını, şirinli, acılı xatirələri oyandırdı. Görürsən, deyir, biraz qəmləndik, biraz gülüşdük, fikrə getdik, gəncliyindən danışdıq. O duyğuları oyadır. Mən sizə bunu başa salıram. Mən sizə qısa konkret cavab yazıb vermiş olsam, sizin oxumağınızın nə mənası olar? Ona görə də mən sizə qısa konkret cavablar yazıb vermirəm. Bu sualları sizə izah eləyirəm, sizə açıqlayıram. Ola bilsin ki, 45 dəqiqə dərs müddətində müəllimlər onu sizə izah eləyib çatdıra bilmir. Ola bilsin ki, elə müəllim var, sualları cavablandırmır siz üçün, izahını vermir. Gid özün oxu, özün başa düş deyir. Mən bu sualları sizə açıqlamağa çalışıram. Qısa şəkildə cavabı yazıb sizə ötürsəm, sizin oxumağınızın heç bir mənası yoxdur. Siz ədəbiyyatın ümumiyyətlə nə olduğunu bilmərsiniz. Odur ki, oxuduqca hər sualı sizə, hər cümləni, hər detalı sizə başa salmağa çalışıram. Görürsünüz, sizə bu oxuduğum abzasda bildirirəm ki, təhlil eləyə gedirəm oxuduqlarımı ki, bax, test verirlər, testə düşər ki, birinci hissədə ana bacı ilə tanış olur, ana bacının adını öyrənir. Yox, birinci hissə ilə ana bacının tanış olur birinci hissədə. Amma ana bacının adını ikinci hissədə öyrənir. Ana bacının onlara gəldiyi zaman istəyir oğlanın anası, istəyirsə də oğlanın özü, danışanın özü ana bacının adını ikinci hissədə öyrənirlər. Birinci hissədə oğlu atabalanın adını öyrənir. Amma oğlunun özünü ikinci hissədə gedir görür. Bunlar biraz müqayisəli hissələrdir. Bu hissələri yadınızda saxlayın. Yəni, məndən gözləməyin ki, mən sizə qısa konkret cavablar yazıb göstərəcəm. Yox, onu gözləməyin məndən. Mən sadəcə izah edirəm, müəllim borcumu yerinə yetirirəm.
Yəni fikrimlə şərik olanlar varsa videonu bəyənsinlər. Əgər mənim fikrimlə şəriksinizsə, izahlarımı verirəm, ədəbiyyatı sizə başa salmağa çalışıram. Keçirik sonra ikinci sualımıza. Bu dialoq ana-bacı nənə haqqındakı təsəvvürünüzə nə əlavə etdi? Baxın, bu dialoqu oxuduq burada. Yəni deyir ki, oğlundan öyrənə bildinmi? Qəti bir səslə deyir, öyrəndim. Sən yaz ki, naçalnik oğluma kağız versin. Nə kağız versin? Versin ki, yoxsuldur, altı baş ailə saxlayır, özü qızdırmalıdır. Baxın, bu dialoqdan deyir. Nə nəticə çıxartdın? Buradan bir görünür ki, təsəvvürünüzdə deyir, ana-bacı necə yarandı? Buradan bu dialoqdan görürük ki, ana-bacı çox sadədir, kasıbdır, amma mərhəmətlidir, qürurludur, deməli, özünə dəyər verən bir qadındır. Yoxsul da olsa, başqalarından kömək istəməyə düzdür, utanır. Amma utansa da burada nailəclikdən də bilirsiniz, əlacsız qalıb. Naəlaclıqdan, əlacsız qaldığından gəlib o, yəni kağızı oxutdurmaq istəyir. Başqa bir kömək heç kəsdən çörək üçün, su üçün gedib heç kəsin qapısını döyməz. Amma bu kağızı oxutdurmağa məcburdur. Niyə görə? Çünki savadsızdır. Çünki onun belə işlərdən başı çıxmır. Yəni oğlunun halına görə narahatdır. Ona görə də məcburdur bu kağızı oxutdursun. Həm də yazdırsın, həm də ana-bacı tərbiyəli, ədəbli, özünə dəyər verən, hörmət eləyən bir qadındır. Yəni baxmayın ki, kasıbdır, tərbiyəli, ədəbli bir qadındır. O, yəni bu kağızı oxutdurmaq üçün özü bilmir, yaza bilmədiyi üçün, oxuya bilmədiyi üçün gəlib yəni oğlandan kömək istəyir. Buradan da belə bir deməli bir təsəvvürümüz yaranır ki, sadə, kasıb, amma mərhəmətli və qürurlu bir qadındır. Belə bir təsəvvür yaranır bizdə. Daha sonra keçirik qaldığımız yerdən davam eləməyə. İkinci küçə var ha. Deməli soruşur ki, nənə eviniz hardadır? O da deyir ki, ikinci küçə var ha. Əlləri ilə uzaqdan göstərərək orada oluruq. Çox uzaq deyil. Deyil deyəndə bu, yəni deyil. Burada ləhcə ilə yazıbdır. Bəzi kənd yerlərində deyilir, deyil. O mənada, döymək mənasında deyil. Yəni çox uzaq deyil. Mən hər gün buralardan gəlib keçirəm. Xeyli getdikdən sonra bir daha dalan başında ana-bacının evinə yetişdik. Kiçik, qaranlıq bir otağa girdik. Otaq kasıb döşənmiş, 4-5 şəlpədən ibarət idi. Deyərsiniz, şəlpə nədir? Şəlpə yəni palaz deyirlər, kilim deyirlər, xalça deyirlər. Onların artıq nimdər formasına düşmüş arıdır. Yəni, deyəs nimdər nədir müəllim? Yəni, tamamilə süzülüb, işlənib, tamamilə cırıq-cırıq olub da, artıq cırıqdır, nimdaşdır, köhnədir, süzüydür, sökükləri var, yamaqları var. O hala düşüb, olub şəlpə. Atılası bir haldadır, atmayıblar, evdə ayaqlarının altına sərirlər. Bir tərəfdən ana-bacının cəhrəsi dururdu. Cəhrə nədir deyəcəksiniz? Cəhrədəki xalça toxumaq üçün, yəni bir alətdir. Xalça, palaz toxumaq üçün olan bir alətdir. Otağın baş tərəfində xəstə oğlu atabala yatağında uzanmışdı. Qızdırmanın boğucu pəncəsi altında uzun müddətdən bəri əriyib qurumaqda olan bir gəncin sarı bənizinin yanaq sümükləri çıxmış, qalın qara qaşları altındakı rəngsiz gözləri sönük-sönük parıldayırdı. Deməli, xəstəliyini təsəvvür edir burada ki, necə xəstədir və deməli, yanaqları, yanaq sümükləri, yəni çıxıbdır, ağrıqlığını təsəvvür edir. Rəngsiz gözləri sönük-sönük parıldayırdı, qızdırmalıdır da. Ana-bacı qapıdan içəri girincə görüşməyə belə imkan verməyərək titrək və şikayətli bir səslə "Atabala, başın üçün sən dediyin kimi demişdim, bu oğlan elə kağız yazılmaz deyir, indi gətirmişəm, sən özündə yazsın." Heç salamlaşmamış ana-bacı, yəni ki, elə bilin ki, oğlu deyəcək ki, yenə də eləyə bilmədin, yenə də getdin bir iş
alınmadı. Ona görə də tez deyir ki, yəni getmişəm, bu oğlan deyir belə kağız yazılmaz, gətirmişəm oğlanı özündə. İndi baxaq, burada belə bir sual var da, bu sualı da cavablandıraq. Deyir, otağın və ata-balanın təsviri, onların həyatı, məişəti barədə hansı təsəvvür yaradır? Məişət nədir bilirsiniz də? Məişəti, yəni onların yaşayışı barədə, yaşayışları barədə hansı təsəvvürünüz yaranır? Təbii ki, görürsünüz, otağa girəndə nə görünür? Kasıb bir otaqdır, köhnə işıqsız, dar olması, deməli, onların ağır maddi vəziyyətlərinin çətin olduğundan xəbər verir. Onların ayaqlarının altında 5-6 şəlpənin olması onların deməli vəziyyətlərinin çətin olduğundan xəbər verir. Baxmayaraq ki, sual çıxa bilər ortaya ki, ana bacının çəhrəsi vardı, xalça toxuya bilirdisə, niyə özləri üçün xalça toxumurdu? Təbii ki, o xalçanı toxumaq üçün o sap almalı idi. Sapa maddi, deməli, maddiyyat lazım idi, pul lazım idi. Onların da yəni yaşam tərzləri ortadadır. O cəhri ilə toxuyur, yəqin ki, satır, deməli, evi dolandırır o şəkildə. Deməli, otağın dar olması, kasıb olması, köhnə işıqsız olması, onların ağır maddi vəziyyətlərinin çətin olduğundan xəbər verirdi. Ana-bacının xəstə və deməli, özünün, ana-bacının yox, ata-balanın xəstə, zəif olması ailələrinin çətinlik içində yaşadığını göstərir ki, elə ana-bacı özü də yəni çəlimsiz, arıq bir qadın idi də. Sonra oğlunun qızdırma içində yatması, arıq, yəni vücudunun arıq görünməsi, üzünün yanaq sümüklərinin çıxması, zəif olması ailənin çətinlik içində yaşadığını göstərir. Bu həm də onların səbirli və dözümlü insanlar olduğuna bir işarədir ki, bu cür çətin bir vəziyyətdə onlar səbir eləyir, dözüb və yaşayırlar. Yəni bu cür səbir eləyirlər, 6 baş ailə yaşayır bu vəziyyətdə. Bildiniz, yəni bunu 6 baş ailə var ata-baladan başqa onun öhdəliyində. Yəni onların səbirli bir insan olduğunun, dözümlü bir insan olduğunun da göstəricisidir. Qısa şəkildə yəni qeyd edə bilərik ki, məişəti barədə hansı təsəvvür yaranır? Təbii ki, otağın kasıblığı, köhnə, işıqsız, dar olması onların maddi vəziyyətlərinin çətin olduğundan xəbər verir və deməli ata-balanın da arıq, zəif olması, xəstə olması təbii ki, onların yaşayışının çətinliyini vurğulayır ki, maddi cəhətdən çox çətinlik çəkirlər. Daha sonra keçirik növbəti suala, növbəti qaldığımız yerdən davam etməyə. Ata-bala deyir, başın üçün sən dediyin kimi demişdim və bu oğlan belə kağız yazılmaz deyir, indi gətirmişəm, sən özündə yazsın. Gənc utancaq bir vəziyyət aldı. Mənə yer göstərərək, buyur, otur dedi. Yəni, ata-bala, gənc deyəndə ata-balanı nəzərdə tutur ki, gənc utancaq bir vəziyyət aldı, mənə yer göstərərək, buyur, otur dedi. Görüşdük, danışdıq, sonra üzünü mənə tutaraq, 10 gündür gedir gəlir. Bu kağızı yazdırıb başa çıxa bilmir dedi. Anasını nəzərdə tutur ki, 10 gündür, yəni ana bacı gedir gəlir, bu kağızı yazdırıb, deməli, başa çıxa bilmir. Nəhayət məlum oldu ki, xəstəliyinə dair, deməli, məsələ məlum olurmu ki, nə istəyir? Bəli, məlum olur. Məlum olur ki, deməli, bu adam, bax bu hissədə, deyər ki, məlum olmur, amma məlum olur. Nəhayət məlum oldu ki, xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq, bir ərizə ilə xidmət etdiyi idarəyə verib pul və ərzaq istəyirmiş. Ana-bacının anlada bilmədiyi məsələ bundan ibarət imiş. Deməli, oğlan istəyirmiş ki, ev idarəsinə, naçalnik deyəndə ev idarəsinə bir vəsiqə yazılsın. Bir ərizə şəklində bir vəsiqə alsın oradan, ərizə yazılsın, oradan bir vəsiqə alsın ev idarəsindən və xidmət etdiyi idarəyə versin ki, pul və ərzaq ala bilsin oradan. Bunu gəlib ana-bacı anlada bilmirmiş. Vəsiqəni və ərzəni yazıb verdim. Oğlan deməli, bu danışan adam deyir ki, danışan vəsiqəni və ərzəni yazıb verdim. Razı qaldılar evə dönərkən, ana-bacı qızğın dualarla
Deyir ki, ana bacı qızğın dualarla, yəni dayanmadan da, qızğın deyəndə dualar, yəni qızğın dayanmadan duanın dalıcan dua yağdırır, duanın dalıcan dua yağdırır. O şəkildə qızğın dualarla məni qapıya qədər ötürdü. Xəstə oğluna sərf etmək üçün ovucuna bir qədər pul bastım. Deməli, xəstə oğlunu görür, onların şəraitini görür. Bir qədər deyir, ovucuna pul bastım. Pul bastım, yəni pul verdim. Burada məcazi mənadadır. Pul bastım, məcazi mənada daşıyır. Bir yerdə götürəcəksiniz pul basmaq. Məcazi mənada daşıyır. Yəni ovucuna pul qoydum da, ovucuna pul verdim. Almırdım. Zor güc qəbul etdirdim. Yəni ana bacı görürsüz, qürurlu qadındır. Baxın, təsəvvürümüzdə necədir qürurlu qadındır. Kasıb da olsa, qürurlu qadındır. Almırdı deyir. Zor güclə qəbul etdirdim. O utancaq və titrək bir səslə yaman gün görməyəsən oğlum. İnşallah mən də xəcalətimdən çıxaram. Yəni bunun əvəzini hansı yollansa ödəməyim deməli boynuna götürür. Biz ayrıldıq. Lakin onun buraxmış olduğu xatirə hələ zehnimdən silinməmiş, qəlbimdə yaşayırdı. Onu hər gün xatırlayırdım. Yəni onlar ayrıldılar. Amma onun xatirələri deyir, qadının xatirələri. Buraxmış olduğu xatirə zehnimdən silinmədi deyir. Onu hər gün deyir, onu mən xatırlayırdım. O qadın onun yadına hər gün gəlirmiş. Deməli, burada belə bir sual verir bizə. Deyir ki, ana bacının sadə bir məsələni anlada bilməməsinin səbəbini nədə görürsünüz? Bax, oradan gəlib deməli idi ki, ev idarəsindən bir vəsiqə almaq üçün ev idarəsinə bir ərizə yaz, bir vəsiqə versinlər, oğlum aparsın onu versin, işlədiyi idarəyə, oradan pulla ərizə qalsın. Bunu ağabacı gəlib izah eləyə bilmir. Niyə görə? Çünki anabacı savadsız qadındır, yazı pozu bilmədiyi üçün rəsmi məsələləri, ərizə yazmaq işini izah eləyə bilmir, idarə məsələlərini izah eləyə bilmir. O sadə kənd qadınıdır. Öz məişətindən, evindən başı çıxacaq dərəcədə, onları anlayacaq dərəcədə, öz cəhrəsində xalça toxuya biləcək dərəcədə sadə bir kənd qadınıdır. Belə idarə məsələləri onun üçün deyil. Anabacını, belə şeyləri, anabacı rəsmi məsələləri, ərizə yazmaq işini anlamır, onları izah eləyə bilmir, onlardan başı çıxmır. Bildiniz? Buradan qısa şəkildə özünüz cavab çıxardıb yazırsınız. Yəni, savadsız bir qadın idi, yazı pozu işi bilmədiyi üçün, rəsmi məsələni anlaya bilmədiyi üçün, ərizə məsələsini anlaya bilmədiyi üçün, deməli, onları izah eləyə bilmirdi. İzah eləyə bilmirdi. Yəni, sadə bir kənd qadını idi. Daha sonra növbəti suala baxırıq. Deyir, əhvalatı danışan, yəni müəllifdən gedir, danışanın. Ana bacının unuda bilməməsinə səbəb sizcə nə idi? Əhvalatı danışanın ana bacını unuda bilməməsinə səbəb bəs nə idi? Niyə görə ana bacını unuda bilmirdi? Çünki ağabacı çox təmiz qəlbli, səmimi, fədakar bir qadın idi. Onun yəni etdiyi o dualar da səmimi idi. Onun etdiyi o fədakarlıq da səmimi idi. O yəni olduğu kimi görünən bir qadın idi. O oğlunun xəstəliyinə baxmayaraq Allaha inanırdı, səbirli idi, kömək istəməyə utanırdı. Amma görürsünüz o pulu götürmür, utanır, köməkdən utanır. Amma deməli o oğlunun xəstəliyinə görə o başa çıxmadığı ərizə işlərini məcburi şəkildə də olsa gəlir müəllifdən istəyir. Müəllif bu səmimiliyi görür. Müəllif o qadının deməli təmiz qəlbliyini görür. Müəllif bu qadının halından, sadəliyindən, yəni bir qısa şəkildə qeyd edə bilərik ki, müəllif bu qadının halından, sadəliyindən və mənəvi gücündən dərin təsirlənmişdi. Onun mənəvi gücündən dərin təsirlənmişdi. Yəni qadının da görünüşü, səmimiliyi, onun mənəvi gücü o müəllifin ürəyinə toxuna bilmişdi. Buna görə də müəllif heç vaxt danışan, heç vaxt deməli o qadını unuda bilmir. Yəni
onun səmimiliyindən təsirləndiyi üçün onu unuda bilmir və hər gün yadına salır. Bu qədər ikinci hissəni də izah elədim. Əsər, yəni təhlili, hər bir xırdalığına toxunduğum üçün video uzun olanda səbriniz də çatmır. Ona görə də ikinci hissəni izah etdim. Üçüncü hissəni növbəti videoda izah edəcəm. Hər bir suala, hər bir xırdalığa toxunmağa çalışıram ki, bütün əsəri sizə belə necə deyim, hazır bir loxma eləyib ağzınıza qoymağa çalışıram ki, udğunasız onu tam şəkildə mənimsəyəsiniz. Odur ki, bilmədiyiniz, narazı qaldığınız hansı hissələr var, çəkinmədən, utanmadan yorumlarda qeyd edirsiniz. Mən sizə o hissələri yenidən izah etməyə hazıram. Bu qədər ikinci hissəni də oxuduq, sualları cavablandırdıq, təhlil etdik. Növbəti videoda görüşərik. Videonu bəyəndinizsə təbii ki, bəyənməyi, paylaşmağı unutmayın. Abunə olmayanlar abunə olmadığı yaddan çıxartmayın ki, videolarımız davamlı şəkildə gəlir. Bu qədər, növbəti videoda görüşərik. Sağ olun.